Yad planetlilər mövcuddurmu? Əgər onlar həqiqətən də varsa, yer kürəsinə eniblərmi? Bugün məhz əsrlər boyu mübahisə mövzusu olan yad planetlərdən danışacağıq. Yad planetlər haqqında söhbətə başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsanız sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Yer kürəsinin də daxil olduğu Günəş sistemində 8, bəzi fərziyyələrə görə 9 planet var. Digər qalaktikaları da nəzərə alsaq, dünyadakı planetlərin sayı milyonlarladır. Bəs bu planetlərdə yer kürəsində olduğu kimi həyat varmı? Kainatda yer planetindən başqa sivilizasiya mövcuddurmu? Mövcudluğu şübhə altında olan yad planetlər yer kürəsinə səyahət ediblərmi? Bütün bu suallar əsrlər boyu bəşər cəmiyyətini narahat edib. Yəqin siz də yad planetlilər və onların yer kürəsinə səfərlər etdiyi uçan naməlum obyektlər, yəni UFO'larla bağlı Hollywood istehsalı olan filmləri izləmisiniz. UFO'lar və yad planetlər haqqında müxtəlif filmlər çəkilsə də, sənədli araşdırmalar aparılsa da, hələ ki onların kimliyi və hansı texnologiyalardan istifadə etmələri barədə elmi baxımdan təsdiqlənmiş bir fikir yoxdur. Demək ki, yad planetlərin arxasında gizlənən sirlərə vaqe olmaq kifayət qədər müşkül məsələdir. Yəni gecənin qaranlığında uçan boşqabları görmək belə onlar haqqında qəti bir fikir söyləməyə imkan vermir. Amma reallıq budur ki, insanlar dəfələrlə səmada hərəkət edən uçan naməlum obyektlərə rast gəliblər. Hətta NASA kimi kosmik təşkilatlar belə bu məlumatları sir kimi qoruyub saxlamaqdadır. Məsələn, 1980-ci illərdə Böyük Britaniya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrə gümüşü boşqabların izlənilməsi və onların vurulub yerə endirilməsi ilə bağlı əmr verildiyi haqqında söz-söhbət gəzirdi. Lakin bu söhbətin sonu barədə heç bir məlumat olmadı. Demək olar ki, dünyanın hər yerində uçan naməlum obyektlərə rast gəlinib. Elə bu hal vətənimiz Azərbaycanda da dəfələrlə müşahidə edilib. Hətta Xəzər dənizində UFO'ların gizli bir bazasının olması ilə bağlı əsaslı fikirlər də var. 1955-ci ildə Amerika Birləşmiş Ştatları senatoru Richard Russell Bakıda olarkən burada bir UFO müşahidə edib. Bundan sonra Amerikalı cəsuslar həmin ərazini izləməyə başlayıblar. Həmin UFO Amerikalılar tərəfindən Xəzər əjdahası adlandırılıb. Onun digər adı isə nömrə 24 kvadratıdır. Yəni, Amerika Birləşmiş Ştatlarında 51-ci zona olduğu kimi, Azərbaycanda da nömrə 24 kvadratı var. Russellin fikrincə Xəzər dənizinin dibində başqa planetlərdən gələnlərin bazası var. Təbii ki, bu fikirlərin doğru olub-olmadığını söyləmək olduqca müşkül məsələdir. Videonun əvvəlində qeyd etmişdik ki, yad planetlərin mövcudluğu hər zaman mübahisə predmeti olub. Amma buna baxmayaraq, onların varlığı ilə bağlı bir sıra ehtimal və fərziyyələr var. Bu ehtimal və fərziyyələrdən ən maraqlı və məntiqliləri bunlardır. 1. Yad planetlərin elə yer kürəsinin sakinləri olma ehtimalı. Yad planetlər adlandırdığımız bu məxluqlar bəlkə də elə bizimlə eyni planeti paylaşırlar. Amma onlar paralel dünyadan gəldiklərinə görə orada zaman fərqlidir. Özlərini gizlətmələrinin səbəbi də insanların paralel dünyalar arası keçidin texnikasını öyrənməsinə mane olmaqdır. Onların yer kürəsinə gəlmələrinin səbəbi də dünyanın gələcək taleyindən narahat olmaları ilə bağlı da ola bilər. Bu tezis Amerikalı alim Isaac Asimovun Tanrılar Qızıl Kitablar əsərində əsas xətt kimi götürülüb. 2. Yad planetlərin gələcəkdəki bizlər olma ehtimalı. Bu tezisə görə yad planetlər zaman tunelindən keçən gələcəyin insanlarıdır. Eynən bizim heyvanlar üzərində apardığımız təcrübələr kimi, onlar da insanların bəzilərini öz yanlarına apararaq üzərində təcrübə aparır. Sonra onları işarələyib nəzarətdə saxlayırlar. Tam olaraq üzə çıxmamalarının səbəbi də tarixi dəyişib zamana təsir göstərmək istəməmələridir. Çünki biz onların keçmişiyik. 3. Yad planetlərin başqa bir qalaktikadan gəlmə ehtimalı. Bu, yad planetlərlə bağlı ən çox istifadə edilən tezisdir. Lakin bu vaxta kimi nəinki qalaktikamızdan kənardakı hansısa planetə, heç Günəş sistemindəki planetlərə belə insan ayağı dəyməyib. İnsan yalnız yer planetinin peyki olan Aya enə bilib. Bu da kainatlar arasında gediş-gəlişin mümkünsüzlüyünü göstərir. Adi bir misal çəkək. Yerə ən yaxın olan Vega ulduzuna getmək hansısa bir yad planetlinin 8 ilini apara bilər. Burada ümid yalnız xəyal gücünə qalır ki, bu da onların işıq sürətinə malik olan texnikaya sahib olmasıdır.
Bu fikri dəstəkləyənlər yad planetlərin istifadə etdiyi UFO-ların işıq sürətinə malik olması ilə əlaqələndirirlər. 4. Yad planetlərin insan təhdəl şüurunun məhsulu olma fikri. Dərin psixologiyanın banisi Carl Gustav Jung'un düşüncəsinə görə yad planetlər əslində bizim olmasını istədiyimiz varlıqlardır. Yəni onlar bizim təhdəl şüurumuzun məhsuludur. Yad planetlər haqqında xəyali olaraq yaşananlar da insanların yaratdığı düşüncə formalarıdır. Başqa bir fikrə görə yad planetlər insanların sosial baxışlarının və davamlı pisə gedən dünyanın sanki qurtarıcı varlıqları kimi yaradılan düşüncənin məhsuludur. Sonda yad planetlərin olub-olmamasına inanmağı öz öhdənizə buraxırıq. Ümid edirəm yad planetlər haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Növbəti buraxılışlarımızla bağlı mövzu təkliflərinizi rəy bölməsində qeyd edə bilərsiniz. Əgər belə araşdırmaları davamlı şəkildə izləmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.